Diabet müalicəsində yeni mərhələ. Barselonada keçirilən Advanced Technologies Treatments for Diabetes 2026 diabetin müalicəsində yeni yanaşmaların sürətlə inkişaf etdiyini göstərib. Konfransda mütəxəssislər yalnız qan şəkərinin ölçülməsi ilə kifayətlənməyin artıq yetərli olmadığını, daha geniş ürək-damar və metabolik sağlamlığı əhatə edən yanaşmaların ön plana çıxdığını bildirib. Tədbirdə semaglutid kimi dərmanların əhəmiyyətinin artdığı da qeyd edilib. Bu preparat insulinlə birlikdə istifadə olunduqda qan şəkərini yaxşı nəzarətdə saxlayır, eyni zamanda xolesterini və qan təzyiqini azaldır. Bundan başqa, təqdim olunan müasir cihazlar diabet xəstələrinə gündəlik nəzarəti asanlaşdırır. Onlar təkcə ölçmə aparmır, həm də xəstələrin həyat tərzini yaxşılaşdırır, düzgün qidalanma və fiziki aktivliyə motivasiya yaradır. Araşdırmalar göstərib ki, yeni nəsil müalicə yanaşmaları, o cümlədən inhalyasiya yolu ilə qəbul edilən insulin növləri effektivlik və təhlükəsizlik baxımından müsbət nəticələr nümayiş etdirib. Təqdim olunan nəticələr isə diabetin idarə olunmasında texnologiya, dərman müalicəsi və pasiyent iştirakını birləşdirən fərdiləşdirilmiş yanaşmaların gələcəkdə əsas istiqamətə çevriləcəyini göstərib.